Azərbaycanın milli geyimləri hər zaman diqqət çəkir və xüsusi olaraq özünə məxsusluğu ilə seçilir. Son zamanlar biz bunu dizaynerlərin məhz təqdim etdiyi işlərdə də görürük, yeni kolleksiyalarda da görürük və Azərbaycan kinosundan replikaların, milli ornamentlərin yer aldığı Mətanət xanımın yeni kolleksiyası ilə gəlin yaxından tanış olaq. Azərbaycanın milli kinolarını yaşadaq. Mən çalışıram ki, özümüzün dəyərlərimizə hər zaman yüksəkdə tutaq. Bax, bu başqa məsələ. Neynək? O olmasın, bu olsun. Sənə əcdaha lazımdır. Öncə milli kino kolleksiyasını yaratmaq qərarına gəldim. Səbəbi isə gənclərimizi bizim o unudulan kinolarımızı yenidən xatırlatmaq, orada olan o gözəl frazalarımızı yenidən onlara bir can vermək, yaşatmaq oldu. Həm də bu milli kino kolleksiyaları ilə şəhərimizə gələn qonaqlara, turistlərə bir maarifləndirici kolleksiya kimi istədim ortaya çıxaraq. Kolleksiyamız 8 geyimdən ibarətdir. Biz burada geyimlərin üzərində müxtəlif növ sənətkarlıq nümunələri tətbiq etmişik. Bədii tikmə, batika, keçəçilik. Üzərində bədii tikmə dediyimiz, məsələn, Təxminə və Zaur filmindən olan geyimimiz var ki, filmlər kadr şəklində, kadr formasında qol nayihələrinə xanımlar tərəfindən tikilib. Üzərində rəssam işi var. Həmin kinonun iki möhtəşəm aktyoru Təxminə və Zaur obrazlarını rəssam işi olaraq ora tətbiq etmişik. Biraz Təxminədən danış. Nə danışım axı? Heç elə bil dünyada belə adam yox imiş. Səni sevirdi. Özü də çox sevirdi. Geyimlərin qol nayihələrində QR kodlar var. Bu QR kodlara biz mobil telefonumuzu yaxınlaşdıraraq daxil oluruq. Orada link açılır. Həmin linkdə həmin kinodan olan fraza kinodan açılır və geyim haqqında bütün məlumatlar əldə edilir. Geyimin üzərindəki sənətkarlıq işləri, geyimin üzərində olan parçanın növü və təmizlənmə, saxlanılma şəraiti. Arşın Malalan pencəyimizə bir yenilik edib kəlağayı ilə tətbiq etmişik yaxa nayihəsinə və Arşın Malalan pencəyimizin arxasında yazılır pulun var, var, var. Yəni burada biz dolların üzərinə əsgər obrazını bədii tikmə ilə əks etmişik. Şəb-i Hicran kolleksiyamızın yaranma səbəbi bildiyiniz kimi 2024-cü ildə Füzulinin 530 illiyi idi. Və Füzulinin Leyli Məcnununu mən çox istədim ki, geyimlər üzərinə bu kompozisiyaları işləyək və tətbiq edək. Və artıq 2025-ci ildə Üzeyir Hacıbəyevin 140 illiyidir. Baxın, iki böyük dahini gözəl əsər birləşdirir. Leyli və Məcnun əsəri. Arxa hissənizdə yazılan notlar Füzulinin Leyli Məcnun əsərinə Üzeyir Hacıbəyev opera yazıb, orada uverturadır. Həmin operadan olan uverturanın notları necə var, elə də həkk olunub. Bura rəssam işi olar. Və artıq bu kolleksiyanın mən eskizlərini hazırlamağa başlayanda mənə təklif gəldi. Besmodulov Azərbaycan yarışması keçiriləcək Azərbaycanda və onun prezidenti Elxan Paşayev təklif elədi ki, Mətanət xanım, siz kolleksiyanızı ilk dəfə bizim tədbirimizdə nümayiş etdirin. Mən də təbii ki, sevə-sevə razılaşdım. Burada biz böyük bir mövzu, böyük bir teatr qurmuşduq hətta. Teatrımız belə idi ki, bir Məcnun obrazımız var idi. Defilə başlamamışdan öncə Məcnunumuz sanki öz Leylisini axtarır. Və xanımlar artıq defilədə nümayişini göstərdikcə Məcnun onların arasında öz Leylisini axtara-axtara ən sonda
bizim gəlinlik obrazlı modelimiz gəlir. Həmin gəlinlik obrazımızda milli koloritli və müasirliyə dizayn olunmuş formada idi və gəlinimizin əlində, yəni Leylimizin əlində nar var idi. Narı biz burada sevgi simvolu kimi istifadə etdik. Həm burada tariximiz, ədəbiyyatımız, incəsənətimiz nümayiş olunur. Həm geyimlərin fərqliliyi,